Hər kəs salam dostlar, kanalıma xoş gəldiniz. Deməli bu günlərim sizlər üçün fake nömrə ilə saxta WhatsApp necə açılır, onu sizə göstərəcəm. Bundan öncəki videolarımda bir çox ölkə kodu ilə fake WhatsApp açmışdım. Lakin son vaxtlar bütün sosial şəbəkələr çökdüyü vaxtı, yəni bütün nömrə proqramlarına təsir etdi və istədiyin ölkəni ala bilmirsən. Yəni rastgele nömrə ala bilirsən. Gəlin çox danışmadan proqramımıza keçək. Görək bizə hansı ölkəni verəcək. Nəinki bu proqramdan, başqa proqramlarda da yoxlamışam. Yəni istədiyin ölkəni ala bilmirsən. Yəni belə. Ən son aldığım ölkələr bunlardır. Gəlin elə biz yoxlayaq İndoneziyanı. İndoneziyanı yoxlayaq, görək bizə verəcəkmi? İlk öncə ekranı yarıya bölürük və WhatsApp'ın üstə gəlirik. Axtarışa verdik. Görək bizə nömrə verəcəkmi? Gördüyünüz kimi İndoneziyanı belə tapmadı. Görək hansı ölkələr var. Estoniyanı yoxlayaq. Bəlkə bu kod verər deyə düşünürəm. Çünki ən son aldığım ölkələrin nömrəsinin içində bu var. Yəni bu nömrəni vermişdi bizə. Yox, görürsünüz, almaq mümkün deyil. Başqa ölkə yoxlayaq. Spam göstərir. Həqiqətən çox çətinləşdiribdilər. Yəni əvvəlki kimi ala bilmirsən nömrəni. Yəni bəzi ölkələrdir. Yəni stok verir. Filippini yoxlayaq. Yəqin ki bunu verər deyə düşünürəm, bilmirəm. Kodumuzu göndərək. Kodumuz göndərdi. Bu hissəyə gəlməlidir kodumuz. Gözləyək və səhifəni yeniləyək. Kod gəlmədikdə səhifəni yeniləyirsiniz. Hə, kodumuz gəldi. Axırı ki, kodumuzu kopyalayırıq və yapışdırırıq. Yapışdırdık. Və səhifəni belələyib düzəldirik. Yuxarıya çəkib düzəldirik. Bura ad yazırsınız bu hissəyə, növbəti. Bu hissəni keçirik. Nömrəmizi aldıq. Gördüyünüz kimi Filippin ölkə kodu ilə. Yəni çətin də olsa aldıq. Bir neçə cəhddən sonra. Yəni belə. Videonun şərh bölməsində öz WhatsApp linkimi qoyacağım. Kimə fake nömrə lazım olsa linkə daxil olub birbaşa mənimlə əlaqə saxlaya bilərsiniz. Videomuz bu qədər dostlar. Sağ olun dostlar. Özünüzə yaxşı baxın.